Körpə quzudan istifadə edirlər ki, ət tez pişsin, yumşaq olsun. Yəni ət çox pişəndə də biraz didilir də, yəni tam didilməsin deyə biraz körpə heyvandan istifadə edirlər ki, yumşaq olsun əti rahat. Tez pişsin, dadı da başqa olur yumşaq heyvanın. Buğlamanınki ancaq quzu ətidir. Başqası yalandır. O üstüyə görə qaynadı, onun keyfiyyəti də itir, tərkibi də itir. Onun xodunu azal. Vitaminlər də gedir. Soğandan götür biraz tök onun üstünə. Bu şirəli matça var ha. Şirəli dana. Dana da var. Şirəli dana, şirəli Matça da var, quzu da var. Yəni indi istədiyiniz formada eləyə bilirsiniz də. Belə çıxmasın. Buğlama əslində quzu ətindəndir. Amma dana ətindən də eləyənlər var. Xoşlamırlar da quzu əti. Adam var yemir. Yağı var. Yox, hələ yox. Yağı var, davlenisi var. Məsəl üçün deyir mən yeyə bilmirəm quzu əti. Götürüb onun dana ətindən hazırlamaq olur da. Məsələn, bu şirəli matçaları bu əslində yaşlı heyvan ki, yəni o qaynayıb niqabatı yağlı olur deyə, yəni şirəyə düşür də o. Şirəyə düşmək üçün çox qaynamalı. O üçün də bizə quzu matçası sərf eləmir. Çünki tez didilir. Yaşlı yaxşıdır. 2-3 saat o qalırsa qaynayır, onun küləyi çıxır. Onun dadı da küləyindədir. Sümüyü də əsas sümüyündən çıxır.